Bundan sonra sığorta şirkətlərindən haqlı şikayət olan şəxslər öz narazılıqlarını çox asan şəkildə ictimailəşdirə biləcəklər. Bunun üçün xüsusi sayt yaradılır. Sığorta şirkətləri öhdəliklərini yerinə yetirməsə biabır olacaqlar. Belə ki, narazı vətəndaşların şikayətlərini ictimailəşdirmək üçün xüsusi sayt yaradılır. Bu saytın köməkliyi ilə vətəndaşlar həm də hansı sığorta şirkətinin daha etibarlı olmasını öyrənə biləcəklər. Hər bir şəxs hər hansı sığorta şirkəti ilə qarşılaşdığı problemi həmin saytda qeyd edir və onun ədalətsiz deyək ki, qərarını göstərir orada və təbii ki, bunu minlərlə insanlar oxuyurlar və sığorta şirkəti məcburdur ki, onun iddiasını təmin etsin. Ümumilikdə isə yaxın 2 ildə Azərbaycanın sığorta bazarına mühüm yeniliklər gözləyir. Artıq bununla bağlı tədbirlər planında hazırlanıb. Sənədə əsasən sığorta ödənişlərinin sadələşdirilməsi üçün İKT-nin imkanlarından daha geniş istifadə ediləcək. Mobil telefonlar üçün xüsusi proqram hazırlanacaq, müqavilələrin elektron formada bağlanması üçün şərait yaradılacaq. İcbari sığorta müqavilələrinin elektron qaydada satılması, bu da ki, artıq insanlara imkan verəcək ki, hər hansı müqaviləyə görə hansı şirkətə zəng etməsinlər, şirkətin ofisinə getməsinlər. Tədbirlər planında sığortalanmayan avtomobillərin yol hərəkətindən kənarlaşdırılması ilə bağlı qanunvericiliyə dəyişikliklər də ediləcək. Bununla yanaşı avtomobillərin icbari sığortasının bahalaşması da gözlənilir. Yəni, sığorta məbləği indiki kimi 5.000 manat yox, daha çox olacaq. Zərər məbləği çox ola bilər. 5.000 manatdan da yuxarı zərərlər olur. 6.000, 8.000, 10.000. 5.000 manatı əgər icbari sığorta ilə təmin olunursa, onun qalan hissəsi, 5.000-dən yuxarı hissəsi yenə də qalır zərər vuran şəxsin üzərində. Bütün bunlarla yanaşı qarşıdakı illərdə icbari sığorta növlərinin sayı da artırılacaq. Müəyyən sahələrdə çalışan sahibkarların və mütəxəssislərin peşə məsuliyyətinin icbari sığortasının tətbiqi bu qəbirdəndir. Plana əsasən Maliyyə Nazirliyi Azərbaycanın beynəlxalq yaşıl kart sisteminə qoşulması üzrə tədbirlər görəcək, eləcə də ölkədə kənd təsərrüfatı sığortası və icbari tibbi sığorta sisteminin qurulması üçün maraqlı dövlət orqanları ilə iş aparacaq. Rövşən Abdurrahmanlı, Zaur Səfərov, Space. Bu mənim sizə